Vətən müharibəsi əlilləri Qarabağ müharibəsinin yaşayan canlı əfsanələridir. Onlar öz həyatlarını düşünmədən irəli atılmır. Vətənimiz üçün, bizim üçün vuruşmuşdular. Vətəni üçün vuruşan, Vətən müharibəsi əlillərimizdən biri də kapitan Məmmədzadə Rüfət Afətoğludur. Rüfət 1993-cü il mart ayının 4-də Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. 1999-cu ildə Babək rayon Nehrəm kənd bir saylı orta məktəbin 1-ci sinifinə daxil olan Rüfət 2007-ci ilədək həmin məktəbdə təhsil alır. 2007-ci ildə Heydər Əliyev adına hərbi liseyə daxil olur və 2010-cu ildə təhsilini bitirir. 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan Rüfət 2014-cü ildə həmin məktəbin motoatıcı ixtisası üzrə məzun olur. 23 iyun 2015-ci il tarixindən 12 yanvar 2021-ci il tarixinədək Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı bölmələrində bölük komandirinin müavini vəzifəsində xidmət etmişdir. 12 yanvar 2021-ci il tarixindən 15 sentyabr 2021-ci ilədək Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı bölmələrində bölük komandirinin müavini vəzifəsində xidmət etmişdir. İkinci Qarabağ müharibəsinin ilk günlərindən ön cəbhədə olan Rüfət əfsanəvi döyüş yolu keçir. Füzuli, Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən Rüfət elə Xocavənd uğrunda gedən döyüşlərdə yaralanır. Müharibədə göstərdiyi əvəzsiz xidmətlərə görə Füzulinin, Xocavəndin azad olunmasına görə Vətən müharibəsi iştirakçısı medalları və Azərbaycan bayrağı ordeni ilə təltif edilmişdir. 2023-cü ildə Laçın Xankəndi istiqamətində keçirilən antiterror əməliyyatlarında iştirak edən Rüfət şücaətə görə medalı ilə təltif olunur. Xidmətini davam etdirən Rüfət 19 mart 2024-cü ildə müharibə zamanı aldığı xəsarətə görə ehtiyata buraxılır. Ailəlidir, 2 övladı var.